indiyə kimi çox adamın xəbəri olmadığı, lakin mükəmməl bir qorxu filmi haqqında sizə məlumat vermək istəyirəm. Qəzadan sonra yaddaşını itirmiş bir nəfərə yaxın dostu bir iş təklif eləyir. Ona yaxşı bir nəvacib qarşılığında bir həftə öz qardaşı qızına baxmağı xahiş edir. Təbii ki, həmin adamın qardaşı rəhmətə gedir və qızı psixoloji problemlər yaşayır və müəyyən müddətə onun yanında sadəcə ona göz qulaq olmağı xahiş edir. Oğlanı evə gətirən zaman bunlar qayığa minirlər. Bu nə üçün qayığa mindiyi soruşduğunda isə o həmin evin bir adanın içində yerləşdiyini söyləyir, kiçik bir adada. Təbii ki, dostu bunu evlə tanış edir və öz qardaşı qızının qaldığı otağı göstərir. Qardaşı qızını görən zaman isə sadəcə üzünü örtmüş, yataqda oturmuş bir qız görür. Ondan sonra həmin adamı zəncirlə bağlayır. Bəs zəncir nə üçün olduğunu soruşanda isə həmin zəncirin evin hər tərəzisinə girə biləcəyini, lakin təkcə öz qardaşı qızın otağına həmin zəncirlə girə bilməyəcəyini söyləyir. Yəni zəncir o otağa qədər çatmır. Bunu qoyur və orada çıxır gedir. Təbii ki, orada qaldığın gündən bəri bu adam evin çox qəribə olduğunu görür və həmçinin qızcaq da durur bununla danışır, gah oturaraq üzünü örtür. Lakin əslində evin əsl sirri nə olduğunu və o evdə əslində nə qorxunc şeylər olduğunu siz filmi izlədikdən sonra görəcəksiniz. Filmin adı isə türk dilində Uyarı, rus dilində isə Предосторожение.